Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilərimiz, baxın, belə bir küçədəyəm, belə bir dalandayam, belə bir zolaq alan var. Hal-hazırda Mərdəkandayam, gözəl bir ərazidə, Cem Marketin yanında. Burada belə bir darvazası var, setkadan, belə raşotkadan çəkilib darvazadır. Bu küçə 5 dənə ev sahibinə aiddir, 5 dənə. Heç bəlkə də 5 dənə yox, 4 dənə ev sahibinə aiddir. Bu küçədə 2 dənə ev var, təzə çıxılıb satışa. Mən düşünürəm ki, buranın qonşular danışıb həmən o raşotkalı olan qapıya qol qoymaq olar, pultla. Açılsın, bağlansın. Onu gələcəkdə qonşular inşallah özləri eləyərlər. Küləkdir. Görürsünüz nə qəşəng, gözəl bir yaşıllıq olan bir ərazidir, bağlıdır, heç kim girmir, qonşulardan başqa buradan heç kim istifadə eləmir. Yaşıllıq, asfalt, burada uşaqlar velosiped sürsün, nə bilim, futbol oynasın, amma yavaş da topu vurub da evinə zanına tökməsin. Burada sizə 2 dənə ev təqdim edəcəm. Bu 2 dənə evdən, baxın, mən indidən sizə məlumat verim. Bir ev, 3,5 sotun içərisindədir, moderndir, 4 otaqdır, gözəl bir dizayna malikdir. İkinci ev isə 3 sotun içərisindədir, o da moderndir, gözəl bir dizayna malikdir, qəşəng də bir təmir olunub. Evlərin qiyməti biri start olaraq 330 min manatdır, biri də start olaraq 345 min manatdır. Mən küçəni, mən qapıları, avtomatik olaraq darvazaları hamısını sizə göstərdim. İndi isə keçək evin daxilinə, evlərin həyətinə, evləri də çəkək, sizə təqdim edək. Gəl Elvin, gəl. Küçəndən və yer haqqında məlumat verdik. Demək olar ki, ərazi haqqında da məlumat və torpaqlar haqqında və qiymət haqqında məlumat vermişəm. Putla təchiz olunmuş darvazalar, evin həyətləri. Həyətdə, baxın, belə bir həyətdir, aşma, hamısında hovuz var, ikisində də aşma hovuz var, orada açıq duş var, qarşısında veranda var, evlər 4 otaqda hündür tavana malikdir, gözəl bir evdir. Bir daha söyləyirəm, bu evin qiyməti 330 min manatdır, o evin qiyməti isə 345 min manatdır. Keçək o evin həyətinə, o evi də bütöv olaraq sizə təqdim edək. Əzizlər, yer var, yer superdir da. Yəni yer çox qəşəng yerdir ərazi olaraq. Burada torpaq çox bahadır. Amma yenə deyirəm, ev sahibidir ki, qiymətdə yaxşı endirim eləyəcəm. İndi isə keçək bax bu evin həyətinə. Genişdir. 3,5 sotdan çoxdur. Həyətində bax belə bir həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Burada belə yaşıllığı landşaft hissəsidir. Burada yenə də hovuzun baş hissəsində açıq duşdur, aşma hovuzdur, hamısı qoyulacaq, filtrxanası, sonra motorxanası, hamısı təhvil veriləcək. Yerdən 5 daş üstündə hündür bir kürsülü olaraq inşa olunub. Bu əraziyə, baxın bu verandaya, bura soyuq su, isti su və kanalizasiya xətti çəkilib. Bu qapı evin arxa hissəsinə keçmək üçündür. Birbaşa evin arxasına fırlanırsan. Bura mətbəx otağıdır, oraya isə qonaq otağıdır. İndi isə biz keçirik evin daxilinə. Buyurun, hündürlük çox qəşəngdir. Bu geniş görsədir. Hündürlük çox sevdim. Buranın hündürlüyü çox qəşəng görünür. Evi maşallah hündür eləyiblər. Ev ümumi olaraq, baxın bu evin ümumi yaşayış sahəsi 175 kvadratdır. Qiyməti bir daha söyləyirəm, 345 min manatdır. Elvin, gəl, ümumi girişdən keçdik, sağ tərəfdə mətbəx otağını təqdim eləyək. Mətbəx otağıdır. Ev bütöv olaraq isti döşəməklə təmir olunub. Paket kupçadır. Torpağın da evində kupçası var. Sol tərəfdə burada böyük bir, geniş bir qonaq otağı yerləşir. Qonaq otağı tərəf burada divisten yığılıb. Hündür da 3,60 var. 3,60 çox olar bəlkə də. 3,60 hündürlük. Genişdir, dəhliz, burada dolab yığmaq olar, burada dolab yığmaq üçün yer var. Sonra otaqlardır, yenə eyni hündür tavanda, birinci yataq otağıdır. Burada ikinci yataq otağıdır. Evin arxa hissəsi, məsafəsi var, genişdir, hətta aşağı arxaya da yaşıllıq, şam ağacları əkiblər, onların da dibləri hamısı yaşıllaşdırılacaq, qəşəng görünəcək. Birbaşa, yəni hasara baxmır. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Buranın işığı qoşulmayıb, qoşulacaq. Burada genişdir, hündürdür. Duş kabinası çox genişdir, böyükdür. Rahat. Burada üçüncü və böyük bir yataq otağıdır. Çünki valideyn yataq otağı kimi nəzərdə tutula bilər. Çünki daxilində sanitar qovşağı, hamam tualeti yerləşir.
Kim istəsə, yəni buranı onsa elə olacaq. Mən elə düşünürəm. Geniş duş kabinası. Əziz izləyicilərimiz, çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.